Xeyir olsun uşaqlar. Bugünkü videomuzda çox qısaca olaraq sizə bir mövzu izah edəcəm. Mövzumuz conditionalsdır. Yəni şərt budaq cümlələri. Bu sizin proqramınızda yeni əlavə olunubdur. Cəmi 29 testi var test bankında, amma düşünürəm ki, çox asan mövzudur, çox sadə mövzudur. Sadəcə etməmiz gərəkən şey 4 növ şərt budaq cümləsinin düsturunu əzbərləmək və bu düsturların hansı hallarda işləndiyini məntiqi olaraq başa düşmək lazımdır. Bu qədər sadədir əslində işimiz. İndi dedik conditionals 4 növü var, düzdürmü? Birincisi zero conditional, sıfırdan başladığı üçün bu third conditional sizi çaşdırmasın ki, ay müəllimə, bəs demişdin ki 4 növü var. Sıfırdan başlayırıq saymağa. Deməli, zero conditionalın düsturu present simple plus present simple'dır. İndiki sadə zaman, üstəgəl indiki sadə zaman. Biz bu düsturu nə vaxt istifadə edirik? Hansı hadisələrin, hansı hərəkətlərlə istifadə edirik? Faktlarla. Mən fakt olaraq bilirəm ki, havanın temperaturu mənfi olanda su donur. Suyu 100 dərəcəyə qızdırsam qaynayır. Başlayır buxara çevrilməyə. Bu faktdır, düzdürmü? Keçmişdə də, gələcəkdə də, indi də bu dəyişilməz fakt. Sən qızdırdın, mən qızdırdım suyu, o dondurdu, fərq etmir. Bu dəyişmir. Real fakt. Faktları veririk indiki sadə, üstəgəl indiki sadə düsturunda. Bu qədər sadə. Bu zero conditional bitdi. First conditional. Present simple plus future simple. İndiki sadə, üstəgəl gələcək sadə. Biz bu düsturu öyrənmişdik indiki sadə zamanı keçəndə. Orada qeyd edilmişdi indiki sadə zamanın işlənməsi. Şərt və zaman budaq cümlələrində bağlayıcıdan sonra işlənir indiki sadə zaman. Digər tərəfdə işlənir gələcək zaman. Bəs bu hansı hadisələri, hansı hərəkətləri bildirirdi? Real olması ehtimalı yüksək olan, real olan, gələcəkdə baş verə biləcək hadisələri bildirmək üçün. Deyirəm ki, if you call me, I will help you. Şagirdimə deyirəm ki, testi yazırsan, əgər testə ilişsən, başa düşmədiyin bir yer olsa, mənə zəng etsən, sənə kömək edəcəm. Baxın, bu realdır. Baş verməsi, gerçəkləşməsi realdır. Ehtimal yüksəkdir. Mənə nə vaxt istəsən zəng vura bilərsən, mən də sənə kömək edəcəm. Deməli, bu bizim bildiyimiz strukturdur. İndiki sadə, üstəgəl gələcək sadə. Sadəcə burada yadınızda saxlamanız gərəkən şey odur ki, uşaqlar, bağlayıcıdan sonra, yəni budaq cümlədə bağlayıcı həmişə budaq cümlədə işlənir. Budaq cümlədə həmişə indiki sadə veririk. Digər tərəfimiz olur gələcək. Daha if-in yanında will işlədə bilməzsiniz. Sadəcə burada buna diqqət edirsiniz. Keçdik üçüncü. Second conditional. Strukturu belədir. Past simple plus future simple in the past. Keçmiş sadə zaman. Üstəgəl keçmişə nəzərən gələcək zaman. Biz nə demişdik? Burada əgər keçmişdə olsaydı, will yox, would işlətməliydik. İndi yaxşı, bəs bunlar nəyi bildirir? Burada real olması mümkün olmayan hadisələri, xəyali gələcəyi. Məsəl üçün, if I were you, I would choose another bag. Mən sən olsaydım, başqa bir çanta seçərdim. Axı, mən sən deyiləm. İstəsəm də ola bilmərəm. Heç cür mümkün deyil. Bunun gerçəkləşməsi mümkün deyil. Bu zaman mən keçmiş sadə, üstəgəl keçmişə nəzərən gələcək sadə zaman strukturundan istifadə edirəm. Məsələn, başqa bir də nümunə verim. If I belə deyim də, lived in Baku, I would go to the cinema every day. Mən Bakıda yaşasaydım, hər gün kinoya gedərdim. Fakt, mən Bakıda yaşamıram. Mən Şəkidə yaşayıram. Düzdürmü? Deməli, bu gerçəkləşməsi ehtimal olmayan bir şeydir. Xəyali gələcəkdəndir. Ona görə burada second conditional işlədirəm. Gəldik dördüncü, ən nəhayət third conditional. Bunun strukturu nədir? Past perfect plus would
plus have plus verb third. Fe'lin üçüncü forması. Fe'lin üçüncü forması necə düzəlirdi? Qaydalarda idi ilə, qaydasızda da kökdən dəyişir. İndi bəs bu nəyi bildirir? Bu keçmiş peşmanlıq bildirir. Fərqli keçmiş arzulayanda işlədirik bu cümləni, bu strukturu. Fərqli keçmişdə nəyi nəzərdə tuturam? Məsəl üçün, nümunə vermişəm. If I had known you before, mən səni daha əvvəl tanısaydım, I would have joined your classes from September. Sizin dərslərinizə sentyabrdan qoşulardım. İndi biz hansıydıq? Yanvar ayındayıq, düzdürmü? Sentyabr qaldı keçmişdə. İstəsəm də sentyabra qayıda bilmərəm, düzdürmü? Deyirəm, əgər sizi əvvəldən tanısaydım, dərslərinizə sentyabrdan qoşulardım. Mən fərqli keçmiş arzulayıram. Sizi yanvarda tapmışam mən. İmtahanı da 1-2 ay qalıbdı. İstəsəm də qoşula bilmirəm. Düzdürmü? Ona görə də fərqli keçmiş arzulayırıq. Peşmançılığımız var. Bu zaman işlədirik ən sonuncu strukturumuzu, yəni keçmiş bitmiş, üstəgəl would, üstəgəl have, üstəgəl fe'lin üçüncü forması. Vəssalam. Bununla da bizim conditionals'la işimiz yekunlaşır. Ümid edirəm sizin üçün faydalı olacaqdır. Növbəti videoda mən testləri izah edəcəm.